Marina. Aşık oldum nece bir taze gülen aya ki salıptır beni o işeyle gökaya ki salıptır beni o işeyle gökaya aşık oldum Aşık oldum, aşık oldum nece bir taze gülüren aya aşık oldum aşık oldum aşık oldum nece bir taze gülüren aya Gözümün kanıyla sinemi al ettim kim? Sebebi senet ola al bütün pervaya, pervaya, pervaya. Bu bir iştir ki beni yine kimi inceltir. Salıp iplik kimi herden bir uzun sevdaya salır iplik kimi herden bir uzun sevdaya aşık oldum İşi günel olsaydı çok açık olardı. Çok açık olardı. oldum nece bir taze gülüren aya aşık oldum aşık oldum aşık oldum nece bir taze gülüren aya Detektifler, hansınız bizim pişiğimize aşık oldunuz? Hamımız. Faik Ağayev, buyurun sizinle devam edeyim. Bir mənalı mübaliğəsiz bizim iştirakçımız səs sənətçisidir. Bu artıq Bir dakika, o sesler hardan gelir? mənim həmkarlarım özləri oxuyur. Soprano. O da Ay, var. hə. Lap belə özümüzü sıxsaq koloraturnu soprano da gələ bilər. Hoppa! Və mən pişiyin özünə söyləmək istəyirəm ki, mənim həyatımda baş verən hadisədir. Sanki ikinci dəfə onu yaşayıram, dejavudur. Mən ümumiyyətlə pişik sevər deyildim. Mən daha çox, əgər insanlar deyirlər, bilməm, uzun boylar, bəstə boylar olur, qara yanızlar, bilməm, ağ yanızlar olur, pişik sevər və it sevərlər olur. Mən it sevər idim, mən iti həmişə sevirdim. Ta ki həyatıma küçədən götürdüyüm pişik daxil olmayınca. Ondan sonra mən pişikləri sevməyə başladım. Nəyə görə bütün bunu danışıram? Maskadan sonra lap pişikleri sevmeye Birinci başladım. çıxışda pişikdən xoşum gəlmədi. Birinci çıxışında xoşum gəlmədi. Sanki hələ də pişik sevər deyiləm kimi özümü hiss elədim. Amma bugün onun bax bu gözəl, utanmaram o sözdən, doğrudan yerinə düşər. Ecazkar çıxışından sonra, bu gözəl səsdən sonra mən elə bil yenidən pişikləri nə qədər sevirəm, bax onu yenidən anladım. Mənim iki versiyam var. Çox güman ki, səsinə görə bu Gülay Zeynallı ola bilər. Çox güman ki. Yeni ad. Və ya mənim dostum, 38 illik sirdaşım, Pişik günü. 38 illik yox da. Aygün Kazımovanın dost doğmaca qızı İlqarə Kazımova da ola bilər. Coşkun Rəhimov, elə bəyəkləri səslər çıxarırdınız ki, Mən? bəli siz. Ola bilər. Biz hətta gözləmirdik Hərdən sizə. səsim çıxır ha. Professor. Hərdən səsim çıxır. Doğrudan da möhtəşəm bir çıxış idi, möhtəşəm bir ifa idi. Bizim sənə qarşı allergiyamız bugün yoxdur. Olmayacaq da. Çünki doğrudan da əsl səs
əsl performans göstərdin bizə. O ki qaldı sənin içində bilirsən kim var? Kim var? Orada təxminlərdə stand-up dedi. Orada bir aktrisa ola bilər. Orada bir Amma belə oxuya bilərmi o həmin o aktrisa? Bəlkə oxuya musiqili bilər. Var, səs komediya imkanı var o teatrının insanın. aktrisası. Zarina. Zarina. Komedixanada Zarina. Onun səs imkanları Əla var Murad yəni. Arif. Murad Arif də çox diqqətlə dinləyirdi. Bəli. Və o valeh olduğunu bir daha sübut etdi. Bəli. Həmişəki kimi min Və dənə ad hal-hazırda yazırdı. yazılarını davam etdirən Min dənə. Murad Arif görəsən neçə ad çəkəcək? Çox. Hə, görürük. Bir səhifə adla gəlmişəm. Birincisi bu soprano üçün, bu səs imkanları üçün ağlıma ilk adlar gəlir. Hansılar ki, düzdür, səs sənətçisi təəssüratı verdi bizə pişik. Amma vacib deyil ki, bu müğənni olsun. Bu məşhur Ülviyə xanım ola bilər, aktrisamız ki, xanım obrazda özünü təsdiqləmiş. Niyə? Ülviyə Əliyeva. Bəli, niyə Ülviyə Əliyeva? Çünki o söylədi ki, mən kitablardan, cizgilərdən tanırsınız. Ülviyə Əliyeva Cırtdan tamaşasında Tık-Tık xanım oynayır. Cizgi personajı məşhur. Doğrudur. Ama biraz boyu uygun gelmir, hündürdü. Daha Ha, sonra təsəvvür eləyirsən. bu Tomris ola bilər. Niyə? Damlardan tullana. Tomris'in mahnısı var, damlar. Gənclər yaxşı bilir. yazı bir Və variantlar var. Tomris'in yaxşı səsi də var. Ola Hamısını bilər. o deyəcək. Bu Leyla Guliyeva ola bilər. Dostlar, Leyla Guliyeva konservatoriyonu bitirib və onda bu soprano var. Zümrüd Bədalova versiyası xoşuma gəlmişdi keçən səfər. Bu dəfə nəsə Zümrüdü görmədim, hiss eləmədim. Bir də niyə biz düşünmürük ki, bu Əminə Şirin ola bilər? Axı onun da səs imkanları... Hə, bir də daha bir variant var. Həyat yoldaşıyla işdə tanış olan və klassik əsərləri belə oxuya biləcək bir səsimiz var. Fidan. Xeyr. Lamiyə Kərimova, Rast qrupu, Canın Dağlar. Söz deyim, bu əslində soprano deyil, bu subtondur. Çünki falsetlə oxunur. Bu səs telləri. Doğrudan. Hə, bu Mən orada soprano eşitdim bu axı. subtondur, bu falsetlə oxunan bir səs idi. Hə, o falsetdir. O səs telləri ilə oxumur. Onda sən də sopranosan. Var da, yəni mənim səsim O soprano sərhədsiz. deyil. Nigar xanım, sağlam olun. Sağlam. Allergiyanız var pişiyə. Hə, deyəsən pişiyə allergiya, amma sən pişiyin var da deyəsən. Bir dəfə də. Hə. Sağlam alqışlar. Ürəyimdə icra Allergiyası var pişiyə. Buyurun. Danışın Nigar. Bəli, məndə də pişik var. Əslində mən pişiyimə oxşayır. Sadəcə mən pişiyimdə burada xal var. Balaca bir xalı var. Harda? Burada da xal var. Burada. Xal bura düşüb. Alnında dinəndə. Nigar, bizim pişiyimizin xalı bura düşüb. Bəli. Mən bilmirəm nədən. Mən düşünürəm ki, birincisi bu Leyla Guliyevadır. Çünki Leyla'nın səs imkanları doğrudan mükəmməldir və ola bilər də bəlkə Siva'dır. Kim? Siva Ola bilər. Ola bilər. Ola O da bilər. sevir. O deyir ki, mən şou yaradıram. Çünki Siva da sevir. Səhnəyə çıxanda bir şou yaradır. Çox maraqlı versiyadır. Nigar xanım, təşəkkürlər. Və Kamilə Babayeva. Keçən dəfə mən demişdim, İlkin Həsəninin yoldaşı Aysel, Aysel, bloger. bəli. Amma bu dəfə nəyə görəsə mənə elə gəlir ki, o deyil. Bu saniyə hələ ki Lətifə, hə uşaqlar? Lətifə soyu öz. Soyuz. Təşəkkürlər. Gəlin indi pişik öz haqqında ki məlumat versin. Biri doğru versiyadır, ikincisi isə yalan olacaq. Yəni məlumatın biri doğrudur, biri yanlışdır. Təbii ki, auditoriya kömək eləyəcək. Buyur pişik. Birinci məlumat. Maska şousunun çəkiliş məkanı məni 90-cı illərin xatirələrinə qaytarır. Maska şounun çəkildiyi yer mənə 90-cı illəri xatırladır dedi. İkinci məlumat. Kino studiya, hə. Ad günümə silah hədiyyə ediblər. Ad günümə silah hədiyyə Nə ediblər. biləyik? O Hardan dedi bilək? ki, Maska şounun çəkildiyi yer mənə 90-cı illəri xatırladır. Sonra dedi ki, mənə ad günümə silah hədiyyə ediblər. 90-cı illərin kinostudiyası və bizim pişiyin qaməti, zərifliyi Lalə Məmmədova ilə əlaqədar 90-cı illərdə Siyavuş Kəriminin studiyası burada yerləşirdi. Lalə xanım da Siyavuş Kərimi emalatxanasının müğənnisidir. Bəli. Eyni zamanda çox güman ki, ola bilsin
Lamiyə Kərimova da 90'larda Rəşad Haşimovla qrup əsnasında müəyyən əməkdaşlıqları olub. 90'larda rast burada məşq edirdi. Bəli. Sevdal Əkbərzadənin əlaqəsi ola 90-cı bilər. illərdə çəkilən filmləri yadımıza sala Aha, bilərik. Ayan Kimlər Mirqasımova. çəkiliblər? Ayan Mirqasımova. Bu Sənuber İskəndərli də ola bilər. Onun səs imkanları da yetəri qədər var. Murad dərhal ayağa qalxdı. Etiraz edirsiniz Yox. Murad. Mənim üz cizgilərimdə hər şey yazılıb. Diskusiyanız çox maraqlıydı. Bir çox variant da maraqlıdır. var, amma onu da- Mən elə onu da adlar bir- soruşacağım. Buyurun Coşqun bəy, kim? Zarina. Zarina, Bəli. Kamilə xanım, Təxminim olsun 90'larda qaldımsa Ayan Mirqasımova. Ayan Mirqasımova, Faiq Ağayev, Gülay Zeynallı. Aydındır, Nigar Camal, Leyla Quliyeva deyəcəm. Leyla Quliyeva və Murad Arif. Bütün bu variantların arasında Leyla Quliyeva variantı mənə hal-hazırda daha yaxın gəlir. Amma gəlin bir fərqli ad söyləyim. Bu Lalə Məmmədovadır. Lalə Məmmədova. Təşəkkürlər, minnətdarıq detektivlərimiz. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Pişik maskası arxasında kimdir? İkinci qarşı durmanın sonuna gəlib çatdıq. İndi səs verməyə keçid alacağıq. Amma səs verməyə keçid almaq üçün isə bura Yad Planetli və Dönəri dəvət edirik. Biz ikinci qarşı durmanın səs verməsindəyik, əziz tamaşaçılar. İndi auditoriya səs verəcək və auditoriya iki maskanı gözləmə otağına, yəni sonuncu səs verməyə göndərəcək. Biri isə növbəti mərhələyə keçid alacaq. Hansı maska olacaq, təbii ki, bilmirik. Mən detektivlərimizə üst tuturam. Detektivlər, kimi məsləhət edərdiniz auditoriya ki, növbəti mərhələyə Biz niyə aparsınlar? xilas edə bilmirik bəs? Siz xilas edəcəksiniz, narahat olma. Axırda xilas edəcəksiniz. İndi yox, indi səs vermədi. Siz məsləhət edirsiniz. Murad, kimi məsləhət edərdiniz? Valla Növbəti dostlar, mərhələyə aparsan. düz də deyirlər bu vokal yarışması deyil. Amma mənə görə şəxsən maska şou təəccübləndirmə yarışmasıdır. Zənnimcə bugün həqiqətən də təəccübləndirdi. Aşıq oldum, aşıq oldum. Pişik, saxlayaq, qoruyaq onu. Bugün həqiqətən də özündən keçdi. Əla, çox sağ olun. Nigar Camal, Mən daha çox Yad planetdən gələni bəyənirəm. Kamilə Babayeva, Ay, üçü də çox şirindir və üçünü də sevirəm, bilmirəm, qalmışam belə. Amma mən pişik bazam axı. Odur ki, pişik. Pişik. Coşqun Rəhimov. Əzizlərim, bu sezonda deyəsən bu birinci dəfədir mən deyəcəm. Əziyyətinizə, əməyinizə sağlıq. Çox sağ olun. İlk dəfədir. Kimin əziyyəti keçibsə, keçirsə, keçəcəksə, haqqını halal eləsin. Çünki çox möhtəşəm, çox belə maraqlı bir şoudur. O ki, qaldı bizim maskalara. Maskalar o maskanın içində olan insanlardır da, biz bunu bilirik. Amma onların əziyyətini də gəlin ürəkdən alqışlayaq uşaqlar. Bu həm diskomfort, həm isti, həm onu daşımaq, həm bu şounu göstərmək. Uşaqlar, halal olsun sizə. Bir daha ürəkdən alqışlayaq, xahiş edirəm. Buyurun Coşqun bəy, Heç kim? birimizdən ayrılmaq istəməzdik, amma qərarı siz verəcəksiniz. Mən doğrudan da pişikləri çox sevirəm. Pişik. Pişiyimi... Pişik. Pişik Faiq qalsın Ağayev, mənim. kimi məsləhət görərdiniz? Valla üçü də elə dadlı, elə ləzzətli, elə belə doğrudan da şou göstərən personajdır ki, heç birisi ilə ayrılmaq istəmirəm. Amma artıq məsləhətimizi eşitdiniz, 3 nəfər pişik üçün söz dedi. Mən də Nigar xanımla bərabər uzaq Yad planetdən bizə gəlmiş, bax bu Yad planeti. şirin Yad planetlini qorumağınızı rica edərdim. Amma yenə də qərarı siz verəcəksiniz.
Çox sağ olun, təşəkkürlər, minnətdarıq. 3 nəfər pişikdir, deyə detektivimizin 3-ü pişik dedi, ikisi isə yad planetli. Amma qərarı siz verirsiniz. Kimə səs verəcəksiniz? Kimin maskasının açılmasını istəyirsiniz? Əgər siz pişiyin maskasının açılmasını istəyirsinizsə A düyməsini sıxacaqsınız. Əgər siz yad planetlinin maskasının açılmasını istəyirsinizsə B düyməsini sıxacaqsınız. Əgər siz dönərin maskasının açılmasını istəyirsinizsə C düyməsini sıxacaqsınız. Ən az səs sığan, ən az səs toplayan növbəti mərhələyə keçid alacaq. Digər ikisi isə gözləmə zalına, yəni maskanı açmağa namizəd olacaqlar. Səs vermə başlasın. Səs verirsiniz və bir daha qeyd edeyim ki, ən az səs toplayan növbəti mərhələyə keçid alacaq. Digər 2 maska isə gözləmə zalına, yəni maskanı açmağa namizəd olacaqlar. Stop! Səs vermə dayansın. Bu andan etibarən səs vermirik. Hal-hazırda nəticələri gözləyirəm. Nəticələr necə olacaq maraqlıdır. Hansı bir maska növbəti mərhələyə keçid alacaq? Hansı 2 maska maskanı açmağa namizəd olacaqlar? Kim? Pişik, yad planetli, dönər. Maraqlıdır. Növbəti mərhələyə kim gedir? Nəticələr artıq var. Və biz kimi növbəti mərhələdə görəcəyik? Növbəti mərhələyə keçir. Pişik şoumuzda qalır və davam edir. Pişik, yad planet növbəti mərhələyə keçid alırsın. Yad planeti növbəti mərhələyə keçid alır. Dönər və pişik sizinlə son səs vermədə görüşəcəyik. Buyurun, buyurun maskalar. Yad planetli. Yad planetli gedir. Dönər və pişik burada qalır. Buyurun yad planetli.